Bəli, maraqlıdır ki, ümumiyyətlə istər Amerika-İran münasibətlərində bu müharibədə, eyni zamanda da Rusiya-Ukrayna məsələlərində gələcəkdə, yaxın perspektivdə nələr olacaq, nələr gözlənilir? Bu məsələləri də biz efrimizin qonağı politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edəcəyik. Məhəmməd, xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Az əvvəl izlədik ki, Netanyahu Amerikaya getməyi ilə bağlı, eyni zamanda da maraqlıdır fikriniz ki, burada getdiyi səbəblərdən sonra bu Amerika-İran münasibətlərinə necə söz təsirini göstərəcəkmi? Təbii ki, bilirsiniz ki, ABŞ-İran müharibəsi davam edir. Baxmayaraq ki, ötən gündən atəşkəs əldə olunur müvəqqəti, amma bu demək deyil ki, hər hansı bir saziş imzalanıb, istənilən vaxt müharibə baş verə bilər. Amma İsrail bu müharibəyə hazır ki, ikinci mərhələdə qoşulmasa da aktiv proseslərin içindədir. Düşünürəm ki, İsrailin baş naziri Binyamin Netanyahunun Amerikaya səfəri heç də sülhə və təhlükəsizliyə xidmət etmir regionda. Həmçinin Türkiyə baxımından da bunu qeyd edə bilərik. Çünki İsrailin indiki administrasiyası yaxın şərqdə regionda yalnız əraziləri genişləndirmək, təhlükəsizliyi pozmaq və böhran şəraitində siyasi və hərbi prosesləri idarə etməkdir. Həmçinin bilirsiniz ki, oktyabrın 27-sində İsraildə seçkilər keçiriləcək, parlament seçkiləri. Görünür, Binyamin Netanyahu bu istiqamətdə Trumpdan da dəstək alır. Çünki İran məsələsində müəyyən qədər fikir ayrılıqları vardır. Və düşünürəm ki, bu səfər təbii ki, önəmlidir. İrana qarşı İsrail tərəfi Amerika təkliflər verir ki, nüvə obyektləri tamamilə sıradan çıxarılmalıdır, hərbi əməliyyatlarla. Həmçinin İran liderlərinə qarşı yenidən sui-qəsd təşkil olunmalıdır. Yəni, İran parçalanmalıdır. Binyamin Netanyahunun əsas planı bundan ibarətdir. Və bundan əlavə Türkiyəyə qarşı bilirsiniz ki, İsrail konkret olaraq addımlar atmaq istəyir. Elə NATO-nun zirvə görüşündə Donald Trumpla cənab Ərdoğan görüşündə F-35-lərlə bağlı müəyyən razılaşma əldə olunsa da, amma artıq F-35-lərin konkret olaraq nə vaxt Türkiyə veriləcəyi də artıq sual doğurur. Görünür, Binyamin Netanyahu Yahudi lobbisi də buna mane olur və bu məsələlər də müzakirə olunacaq. Həmçinin Səudiyyə Ərəbistanı və ABŞ arasında nüvə razılaşmasına yenidən Binyamin Netanyahunun mane olmasıdır. Çünki Donald Trump ABŞ və Səudiyyə Ərəbistan arasında nüvə sazişini bağlamasını elan etdi və növbəti gündə qeyd etdi ki, Səudiyyə Ərəbistanı İbrahim anlaşmasına qoşulduqdan sonra mən bunu təsdiq edə bilərəm. Təbii ki, İsrail də çalışır ki, ərəb ölkələri İbrahim razılaşmasına qoşulsun və Binyamin Netanyahu bunu özünün diplomatiyasının uğuru kimi hesab edir. Region ərəb ölkələri İsraillə diplomatik əlaqələr qursun. İbrahim razılaşması Binyamin Netanyahunun planıdır və onu Donald Trumpa təqdim edir və bu da Donald Trump da yaxın şərq ərəb ölkələrinə də bunu təzyiq edir ki, İsraillə diplomatik əlaqələr qursun. Yəni, Binyamin Netanyahunun gündəliyi çox sıxdır və aparılacaq danışıqlar da düşünürəm ki, gərgindir. Amma Türkiyə ilə bağlı məsələ, həmçinin Səudiyyə Ərəbistanla bağlı məsələlər birbaşa Amerika Birləşmiş Ştatlarının strateji planıdır və bunu Binyamin Netanyahunun öz şəxsi və siyasi istəklərinə görə ABŞ-ın Türkiyə ilə əlaqələri yenidən pozulması, F-35-ləri verməməsi, Səudiyyə Ərəbistanı ilə nüvə razılaşması təsdiq olunmaması düşünürəm ki, ABŞ-ın yaxın şərq siyasətinə mənfi təsir edə bilər. Çünki Binyamin Netanyahu kifayət qədər Donald Trumpın xarici siyasətinə, yaxın şərq siyasətinə təsir edir və bu da konqresdə, həmçinin administrasiyanın özündə normal, yaxşı qarşılanmır. Xüsusilə vitse-prezident Vance bu istiqamətdə Binyamin Netanyahunu daima tənqid edir və ABŞ maraqlarının daha dərin olduğunu, Binyamin Netanyahunun şəxsi siyasi istəyindən Amerikanın xarici strateji siyasəti həyata keçirilmədiyini vurğulayır daima. Məhəmməd bəy, ümumiyyətlə, sizin çıxışınızdan belə görürük ki, və bunu bütün dünya da görür ki, Binyamin Netanyahu sanki bir dağıdıcı qüvvədir. Bəli. Hər yerdə hər şeyi dağıtmağa çalışır. Əsasən də bu müsəlman ölkələrində çox təəssüf amma şamil olunur. Əlbəttə ki, Binyamin Netanyahu həqiqətən də İsraili istəmir ki, onun qonşuluğunda normal ölkələr olsun. Bir ölkənin ki, qonşuları olmadı, xaos və anarxiya oldu, həmin ölkə
heç vaxt stabil, təhlükəsiz və inkişaf edən ölkə ola bilməz. Bir ölkənin dayanıqlı olması üçün mütləq o qonşularla normal münasibətlər saxlamalıdır. Livanın ərazisini işğal ilə, Suriya ərazisini işğal ilə, İordaniya təzyiqlər olsun, Fələstini tamamilə işğal ilə, İrana qarşı həyata keçirilən sui-qəsd planları, işğal, Səudiyyə Ərəbistanı ilə vəkalət müharibəsi, bunlar Somalidə münaqişə şəraitindədir və yaxın şərqdə aparıcı ölkə olan Türkiyə ilə Suriyada toqquşması, Türkiyə ikinci İran deməsi, bilirsiniz, normal siyasətçi, normal ölkə rəhbəri belə düşünməməlidir. Regionda bilirsiniz, İsrail coğrafi cəhətdən çox kiçik ölkədir. İsrailin güclü ordusu yoxdur. Sadəcə olaraq havada güclü hava təyyarə qırıcıları var və havada müdafiə sistemlərini də demək olar ki, İran çökdürdü. Bu günləri İsrailin havada müdafiə sistemi çöküb. Çünki daima qüvrələndi, dəmir qübbə, Davudun sapandı. Sadəcə olaraq Livandan Hizbullahın atdığı qustar raketlərə, bir də Həmasın atdığı qustar raketlərə bu müdafiə olunmaq üçün düzəlmişdi. İranın ballistik raketləri qarşısında bunlar dözə bilmədi. Yəni Binyamin Netanyahu bir növ İsrail dövlətini, bəli, İsrail xalqını çətin vəziyyətə saldı. Olmazdı belə qonşularla normal münasibətlər sistemi qurmaqdır. Məsələn, Ermənistan Azərbaycana qarşı 30 il ərzində işğal siyasəti həyata keçirdi, vandalizm, terror. Axırı nə oldu? Axırı tamamilə Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, suverenliyi təmin etdi. 30 il biz buna dözdük. Yəni, belə olmaz, dünya dəyişir. Mən İordaniyada, Suriyada artıq normal ölkə olur. Livanda da proseslər müsbətə doğru gedəcək. Mən düşünürəm ki, Binyamin Netanyahunun təhlükəsini İsrail dedikdə və bir növ özünün siyasi ambisiyalarını bu qoyur. Çünki ona qarşı daxildə korrupsiya ittihamları var və onun həbs olunması gözlənilir. Bəs fikrinizcə Netanyahu bu dəfə yenidən hakimiyyətə gələ biləcəkmi? Və əgər o hakimiyyətə gəlməsə, belə anladığıma görə onu xalq bir o qədər də istəmir. Və o hakimiyyətə gəlməsə, müxalif partiya hakimiyyətə gəlsə, dünyanın, İslam ölkələrinin və ümumiyyətlə Netanyahunun belə deyək, dağıdıcı qüvvə kimi çıxış elədiyi ölkələrin aqibəti və münasibətləri necə olacaq? Bilirsiniz, orada Binyamin Netanyahu sağ radikalı və onlar bir blokdur. Likud partiyası və həmçinin dini siyonizm orada bilirsiniz ki, hakimiyyətdədir və bunlar bu istiqamətdə siyasət həyata keçirirlər Binyamin Netanyahu. Mən düşünürəm ki, onun seçkilərdə məğlub olması gözlənilir. Və müxalifətdə olan Naftali, solçu və sağçı, mən hesab edirəm ki, bilirsiniz, indiyə kimi İsrailin bütün baş nazirləri regionda demək olar ki, eskalasiya aparıblar. Bu, İsrailin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Mən düşünmürəm ki, Naftali, Bennett və digəri növbəti dəfə bunlar baş nazir olarsa, Binyamin Netanyahudan azca yumuşaq siyasət həyata keçirə bilərlər. Amma çox təəssüf ki, İsrailin dövlət siyasəti var, qonşularına qarşı o da dəyişməz olaraq qalır. Və qalacaq da. Çox sağ olun geniş izahınıza görə. Məmməd bəy, istəyərdim Hörmüz boğazı ilə davam eləmək. Biz görürük ki, Amerikanın qırıcı təyyarələri Hörmüzün üzərindən keçir, sanki hər şeyi idarə eləməyə çalışırlar. Eyni zamanda bir tərəfdən Trump qeyd edir ki, biz artıq müharibəni bitirmişik, Hörmüzlə yəni işimiz yoxdur. Amma İran buna inanmır və qeyd edir ki, nə qədər Trump öz təsirini göstərməyə çalışacaq. Biz də cavab atəşi ilə, yəni heç bir halda ona qoymayacaq ki, boş-boşuna qalsın. Siz nə fikirləşirsiniz bununla bağlı? Hörmüz boğazı ilə məsələ bu günləri Qətər və Oman İranla danışıqlar aparır, ateşkəs əldə olunmağa çalışır və Vaşinqton da burada xoş niyyət göstərib ateşkəs təmin oldu. Mən hesab edirəm ki, İran tərəfi ikinci müharibəni memorandumdan sonra müharibəni başlamamalıdır. Çox böyük stratejik səhvə yol veriblər. Atəş açmamalıdır Hörmüzdən keçən gəmilərə və bundan sonra demək olar ki, Amerika Birləşmiş Ştatları öz hücum əməliyyatına başladı. Hesab edirəm ki, İran tərəfi konkret olaraq yenə də razılaşmalara getməyəcək. Çünki orada hərbi siyasi qanad var ki, onlar sərt-xərt tərəfdardılar, mühafizəkardırlar və onlar hələ də özlərini güclü hesab edirlər. Amerika ilə asimetrik müharibədə mağaraqlıdırlar.
Bəs digər bir məsələ, ümumiyyətlə fikrinizcə bu proseslər Amerika-İran arasında baş verən hadisələr enerji bazarına və neft qiymətlərinə necə öz təsirini göstərəcək? Təbii ki, müharibə davam edəcəksə, enerji bazarlarında yenidən təlatümlər olacaq. Avropada demək olar ki, yanacağın qiyməti, neftin qiyməti qalxacaq və bir tərəfdən də təkcə Hörmüzlə bağlı məsələ deyil ki, Babülməndə boğazının Rusiyya tərəfindən bağlanması Qırmızı dənizdə yenidən neft qiymətlərinin kəskin artmasını gətirib çıxaracaq. Bu da elə Amerika iqtisadiyyatına da müəyyən mənfi təsir edir, çünki benzinin qiyməti qalxır. Ümumiyyətlə, dünya iqtisadiyyatına mənfi təsir edir. Çünki yaxın şərq neft ehtiyatları ilə zəngindir və demək olar ki, dünya neft ehtiyatlarının kifayət qədər yarısını yaxın şərq verir. Təbii ki, bu regionda müharibə olacaqsa, neft daşımaları da aksiyacaq və dünyada iqtisadi böhrana və enerji böhranına gətirib çıxara bilər. Məhəmməd bəy, istərdik Amerika-İran münasibətlərindən danışdıq, Netanyahudan danışdıq. Keçək Rusiya-Ukrayna münasibətlərinə. Zelenski Amerikada Rusiya ilə sülh sazişini imzalamağa hazır olduğunu bildirib. Nə qədər həqiqət var bu sözlərdə? Təbii ki, Volodymyr Zelenski daima sülhə hazır olduğunu göstərib əməldə. Amma çox təəssüf ki, Rusiya prezidenti Vladimir Putin sülhdən maraqlı deyil. Bəli. Zelenski Vaşinqtona gedəcək, danışıqlar aparılacaq və düşünürəm ki, Donald Trumpla aparılacaq danışıqlarda ilə müharibənin bitməsi məsələləri müzakirə olunacaq. Amma Rusiya prezidentinin sülhə nə qədər yanaşması da sual doğurur. Çünki ötən gün Qazaxıstan prezidenti ilə görüşündə Qazaxıstan prezidenti ona müharibənin dayandırılması vacibliyini qeyd edəndə Putin üz cizgiləri ilə emosional olaraq müharibənin dayandırmayacağını bir növ nümayiş etdirdi. Həmçinin sentyabrda Rusiyada hərbi səfərbərlik geniş tətbiq olunacaq. Rusiya yeni dağıdıcı müharibənin yeni mərhələsinə keçməyə planlaşdırır Ukraynada. Mən hesab edirəm ki, hələ ki sülh gündəliyi yoxdur. Diplomatik demək olar ki, danışıqlar prosesində Rusiyanın həyata keçirdiyi siyasət bütün bu qapıları bağlayıb. ABŞ-ın dövlət katibi ilə Rusiya Xaricilər Naziri arasında ötən həftə keçirilən görüşdə də bir daha aydın oldu ki, Amerika Birləşmiş Ştatları da burada vasitəçi deyil və Rusiya nə qədər istədi ki, Ankoris razılaşmalara qayıtsın, amma məsələ yenə də problem olaraq qaldı və Rusiyanın hələ ki müharibəni bitirmək istəyi yoxdur və Rusiya hesab edir ki, müharibəni aparacaq və Ukraynanı yoracaq. Ona görə də Volodymyr Zelenskinin sülh istəkləri obyektivdir, normaldır, amma bu proses Rusiyadan asılıdır. Bəs Rusiyaya tətbiq olunan sanksiyalar necə Avropa tərəfindən? Təbii ki, Avropa İttifaqının ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına böyük zərbə vurur. Bəli. Və onun nəticəsidir ki, bu günləri Rusiya kifayət qədər Ukraynanın şərqində durub, geniş ərazilər işğal edə bilmir. Lokal ərazilər də işğal edə bilmir. Rusiya iqtisadiyyatına böyük zərbələr vurulur. Təkcə iqtisadi yox, elə Qərbin dəstəyi ilə demək olar ki, Ukrayna Rusiyanın 2000 kilometr məsafədə olan neft emalı zavodlarını da sıradan çıxardır. Rusiyanın kölgə iqtisadiyyatına, kölgə donanmasına böyük zərbələr vurulur. Rusiyanın valyuta ehtiyatları düşənir. Və hesab edirəm ki, Rusiyaya qarşı tətbiq olunan bu iqtisadi sanksiyalar, Ukraynanın gücləndirilməsi, Ukraynanın zərbələri təbii ki, Rusiyanın fakt qarşısına qoyur. Rusiya bu reallıqla barışmalıdır, amma hələ də göründüyü kimi Kremldə 19-cu əsr düşüncəsində, Çar Rusiyası düşüncəsində Kremldə hərəkət edirlər. Və bu da təbii ki, Rusiyanın dərin iqtisadi bataqlığa böhranı aparır. Qonşularla normal münasibətlər sistemi qurmaq lazım idi. İqtisadi, siyasi cəhətdən cəzbedici bir sistem yaradılmalı idi. Nəinki qonşularına qarşı aqressiya, hərbi təhdid, mənim forpostum, mənim istədiyim siyasət həyata keçirməlisən. Belə dünya idarə olunmur. Belə qonşularla normal münasibətlər sistemi qurulmur. Ona görə də artıq Moskvadan demək olar ki, bütün qonşuları üz döndərir. Və bunu bəziləri açıq şəkildə etməsələr də, amma görürük ki, batan gəmiyə heç kəs yaxınlaşmaq istəmir. Bu günləri Rusiya demək olar ki, batan gəmini xatırladır. Rusiya Azərbaycan qonşu ölkədir. Biz də istəyirik ki, Rusiya normal
və Azərbaycanla da normal münasibətlər sistemi qursun, qonşularına qarşı hərbi təcavüz həyata keçirməsin. Daima biz bunu istəyirik və cənab prezident də Şuşa Qlobal Media Forumunda da məsləhət də verdi ki, müharibəni bitirmək lazımdır, beynəlxalq hüquqa hörmət etmək lazımdır. Mən hesab edirəm ki, bundan nəticə də çıxarılmalıdır və bunun ardınca Qazaxıstan prezidentinin də qeyd etdiyim kimi, yəni artıq sənin qonşuların səndən müharibənin dayandırılmasının vacibliyini istəyirsə, artıq düşünmək lazımdır. Çünki 4 ildə nə əldə etdin? Nə etdin? İnsanlar qırılıb, Ukraynanın şəhərləri dağılıb, Rusiya iqtisadiyyatı çökür. Artıq Rusiyanın iqtisadiyyatına vurulan zərbələr bir müddətdən sonra Rusiyada sosial etirazlara gətirib çıxaracaq. Bu günləri Rusiya üçün mənfi proseslər gözlənilir. Maraqlıdır Məhəmməd bəy. Mən ümumiyyətlə istəyərdim, az sonra biz hal-hazırda reklamlara keçid alacaq. Daha sonra sizinlə müzakirə edirik bu məsələni də ki, ümumiyyətlə deyirlər ki, Vladimir Zelenski Ukrayna yəhudisidir. Maraqlıdır ki, bu nə qədər bunun əsası var. Eyni zamanda da yəhudi lobbisinin burada Zelenskiyə köməyi varmı siyasətində? Bax, bu məsələlərə istəyərdik toxunaq və eyni zamanda da siz də qeyd elədiniz ki, vatan gəmini xatırladır Rusiya. Bəs yaxşı, əgər iqtisadiyyat orada çöküşə doğru gedirsə, xalq necə buna susur? Biz reklamlardan dərhal sonra bunu müzakirə edəcəyik.